Yağıntıların artması su anbarlarında toplanan suyun həcminə əhəmiyyətli təsir göstərib. Hazırda Muxtar Respublikanın su anbarlarında ümumilikdə 275 milyon kubmetrdən çox su ehtiyatı mövcuddur. Ötən ilin müvafiq dövründə isə bu göstərici 191 milyon 360 min kubmetr olub. Mövcud rəqəmlər ötən illə müqayisədə ciddi artım tendensiyası nümayiş etdirir. Ümumi tutumu 17,4 milyon kubmetr olan Bənəniyar su anbarı vasitəsilə 4000 hektara yaxın torpaq sahəsi suvarma suyu ilə təmin edilir. Eyni zamanda Zulfa şəhəri və ətraf bir neçə kəndin içməli su təminatı da məhz bu anbar vasitəsilə həyata keçirilir. Hazırda anbarda 16 milyon 82 min kubmetr su mövcuddur. Ötən il isə anbarda suyun səviyyəsi 5%-ə dək aşağı düşmüşdür. Su ehtiyatlarının artması fermerlər üçün də əlverişli şərait yaradıb. Suvarma suyunun daha dayanıqlı olması əkin sahələrinin vaxtında su ilə təmin edilməsinə imkan verir. Keçən il 1 hektar 5 fut taxıl əkmişdim. Su olmadığından taxılımız qəşəng olmadı. Amma bu sənə 2 hektar özüm taxıl əkmişəm, 1 hektarda yoncam var. Suvarmışam, taxıllarımı suvarmışam, ikinci suyunda suvarıb çıxmışam, artıq yoncamı suvarıram. Hamı suvarır, istər Qızılca cəmaatı olsun, istər Əbrəqunus cəmaatı olsun, istər Bənəniyar, hamısı suvarır. Mən özüm Kəfşəndəyəm, yer suvarıram, əkirəm, nə belə də suyumuz boldur. 1 hektar 300 oktaq sahəm var, yəni onu gəlmişik suvarmağa, şükür Allaha, keçən ilə müqayisə eləyəndə boyu su var, çox şükür, yəni bundan neçənci səfərdir, yəni suvarırıq. Zulfa rayon ərazisində yerləşən bəzi su anbarlarında isə doluluq səviyyəsi 100%-ə çatıb. Mövcud vəziyyətin xüsusilə yay aylarında əkin sahələrinin suvarılmasına müsbət təsir göstərəcəyi bildirilir. Su anbarlarımızda təkcə Bənəniyar su anbarı deyil, rayonumuzda olan digər göllərimizdə yaycı gölümüz 500 min metrə kubluq yaycı gölümüz 100% dolubdur. Dizə gölü 410 min metrə kubluq dizə gölümüz 100% dolubdur. Və suvarmada dediyim kimi paralel olaraq suvarmada gedibdir. Biz belə hesab edirik ki, yaz suvarması kimi payız suvarmamızda uğurla başa vuracağıq. Bu il çox inandığımız odur ki, həm nə içməli suda, nə suvarma suyunda problemlər yaşamayacaq. Mütəxəssislər bildirirlər ki, yağıntılar davam edir, yüksək dağlıq ərazilərdə isə qar ehtiyatı hələ qalmaqdadır. Bu da yaxın aylarda çaylarda axımın davam edəcəyini və su anbarlarında ehtiyatların artacağını göstərir. İlham Vəliyev, xanım Rüstəmzadə, Ağəli Rəhimov, NTV Xəbər.